Mənim dayım vardı orada. Kimdir da? Şabranın da ki dayımın. Maşınımız gəldi burada. Bəlkə də nə bilim yolda test satacaq biri. Hi guys, go to Amber Lake. Amber Lake in living. Neydi orada? Shabran'daki diamond. Let's go in Shabran. Thank you. Zizi çöplü sök. Sizə bir sual. Gəncliyimizi harda qoyduq? Gənclik metrosunun yanında. Onda gedək axtaraq tapaq. Okay guys. First of all, good morning. This is my friend Elkan. Hello, how are you? Okay, today we are going to Amber Lake. Amber Lake place. Shamber Lake, Amber Lake. We are so excited for our journey, and we will see it, what happened today. Yeah? Bəli, hörmətli tamaşaçılar, bələdçimiz gəldi, alqışlar bələdçimiz gəldi. Zemfira maşallah getməmiş hər şeyi giydin ha. Heç nə qalmadı. Buraya heç nə qalmadı. Buzlar kraliçası. Və beləcə biz Qaz 66 ilə öz ekstremal yolumuza davam edirik. Hörmətli tamaşaçılar, axır ki, çox şükür ki, tərpənə bildik və nəzərinizə çatdırım ki, bu mənim 3-cü səfərimdir Əmbilə. Həqiqətən çox sevdiyim bir məkandır Əmbil. Ən bildiyim elə Əmbil gölüdür. Yeni iştirakçılarımız var burada. Salam. Salam. Nə danışa bilərəm? Birinci dəfədir gəlirəm və maraqlı bir aktivitədir. Olduqca da maraqlı yol gedirik. Hər şey yaxşı olar deyə düşünürəm. İndi görək bizi iləridə nələr gözləyir. Sizi nə gözləyir? Biz salamat gedib çıxa bilsək, göl görəcəyik, Əmbil gölü dedilər. Ən sevdiyim hissə məncə bu olacaq, ən adrenalin hissəsi. Göl mənzərəsində kitab oxumaq. Mən orada eksklüziv şəkildə. Gözlerim her akşam aktarır seni. Yüreğim yollardan kayıtmır yine. Sensiz dalgalarda tanımır beni. Neyleyim yüreğim hiç yatmır eve. Payız geldi uçtu gitti kuşlar. Sen de gittin bak yağdı yağışlar. Deməli əziz dostlar, gəlib çatdıq Amber Lake-ə. Yəni ki, burada hal-hazırda Əmbil gölü buradır. Baxın. Təbii ki, bu zarafat idi yenə həmişə kimi. İndi buradan düşdük, buradan gedirik Amber Lake-ə. Təbiət haqqında düşüncələr nədir? Təbiət ümumiyyətlə insanın zahiri görünüşünü əks elətdirən, bəlkə də daxili potensialını ortaya çıxaran bir ruhani bir varlıq kimi deyə bilərəm. Həqiqətən də çox möhtəşəmdir. Bugün çox möhtəşəm gündəyik və kollektivimiz də çox yaxşıdır. Çox gözəldir. Təbiəti kəşf eləyin. Məncə ölkəni fəth etməyə, ölkəni kəşf eləməyə, yəni heç bir sərhəd qoymayın. Gözəllik Azərbaycandadır. Deməli, uşaq vaxtı, bax bunları qırırdıq.
Bunun içərisinə, ruçkanın içərisində iki şey olur, zapas. Onu salırıq, bundan qələm düzəldirdik özümüzə. Kasıb uşaq olmuş da ana. Rayonda orada, burada ot diye gəzirdik. Deməli, əziz dostlar, artıq gördüyünüz kimi Əmbil gölü biraz görünür. Artıq çatmışıq. Bura artıq mənim 3-cü gəlişimdir. Həqiqətən Əmbil gölü mənim üçün təkrar izləyə biləcəyim bir film kimidir. Ona görə heç vaxt bura gəlməkdən bezmirəm. Və landşaftı, mənzərəni görürsünüz. Burada ağaclar necə bir-birinə geniş şəkildə yer alıb. Ona görə də günəş işığı daha çox qəbul eləyir. Rənglər də xüsusilə öz möhtəşəmliyini qoruyur. Və artıq burada bizdən əlavə turlar var. 1-2 tur gəlib. Amma görürsünüz necə sakitçilikdir və ən sevdiyim tərəfi də budur. İnsan çox ola bilər, amma gərək təbiəti neyniyək, sakitçiliyini pozmayaq. Deməli, əziz dostlar, Əmbilə çatdıq və burada ən yaxın dostlarımın biri Samir buradadır. Samir, nə var, nə yox? Əla, mən möhtəşəm. Siz necəsiniz? Gözəl hava, isti olacaq. Turunla gəlibsən. Bəli, möhtəşəm. Bələdçimiz Günay xanım, iştirakçılarımız orada oturub. Balaca minnoşumuz burada. Öz için əylənir. Super də Samir həmişə ən yaxşı şəraiti yaradır da. Bəli, birinci müştəri, sonra özüm. Və beləcə gəldik, çıxdıq biz gölümüzə, Əmbil gölünə. Çox möhtəşəmdir həqiqətən mənzərə və acından ölürdü. Özündən gəldi mütləq buterbrod. Yaxşı bir ayaqqabı mütləqdir və ümumiyyətlə hazırlıqlı gəlinir. Belə çöl adamı kimi. Ola bilər ki, bəzi hallarda hava daha soğuk olsun. İndi bu gün bəxtimizdən gün çıxıb. Bu arada National Discovery Azərbaycan ailəsinə təşəkkür edir ki, bizə bu möhtəşəm günü yaşatdı həqiqətən də. Çox möhtəşəm gün davam eləyir. Digər təbii ki, kamp quranlar da var burada. Gəlib kamp da qurmaq olur. Yəni ki, biləsiniz ki, çox möhtəşəm mənzərəsi var. Söz deyim, sakitçiliyi görürsən də. Amma hə, çox sakitçilikdir. Yəni burada demək, bura istirahət eləməyə gələnlər həqiqətən istirahət anlayışına təcrübəli adamlarlar, bilirlər. Buranı beləcə özətləmək olar. Düzdür, həm Qaranoğrun öz gözəlliyi var, həm Əmbil gölünün öz gözəlliyi var. Amma belə demək olar ki, Qaranoğra çıxmaq biraz daha çətindir. Əgər göl və bu sakitliyi, bu gözəlliyi axtarırsa, Əmbil gölündə də tapa bilərsə eyni şeyi. Təbii ki, indi mən İsmaildən olaraq Qaranoğur mənim üçün daha əzizdir, daha gözəldir. Amma burada yəni yaxşıdır. Sən ilk Əmbilə gəlişin idi, düzdürmü? Bəli, ilk dəfədir. Xaliq sayəsində böyle güzel bir yeri keşfettik. Nasıl buldunuz? Təbiətini, Muhteşem. yollarını. Anlatmaya gerek yok, görüyorsunuz. Rahatıydı. Bu kadar rahat gözləmirdim. Biraz palçıq adamı sürüşdürəbilir, necə ki mən möhtəşəm sürüşmə anıyla yaşadım. Amma qəşəngdir, sakitdir. Salam dostlar. Deməli, mən bu Əmbil gölünə ilk dəfədir gəlirəm, amma çox məmnun qaldım. Yolda əylənərək gəldik. Düzdür, biraz yol yorur insanı, amma bura gəlməyə dəyər deyə düşünürəm. Həm payız, həm payızın rəngləri, yarpaqların çalarları, sakitlik insanın zövqünü oxşuyur deyə düşünürəm. Bir daha olsa bir daha gələrəm. Gəldiyimə çox peşmanam. Bir daha olsa gəlmərəm, çünki yolda Allahın təndir çörəyini satmışdım. Acından ölür.
Gələn də təndir çörəyi qışqırsan. Allah'ın bir kebabı, onlar yolda. Tır şoförləri keçir oradan, onların qarnını doyurmaq lazımdır. Sən gələndə kebabla gəlirsən. Dedilər ki, gölə gəlmişik. Dedilər gölə gələcəyik, burada balıq olacaq. Bəlkə də bu göldən bir dənə balıq çıxardı, pişirib yemək olar. Göldə balıq da quruyubdu. Onu da qurmağa qurtuluyur. Qurtuluyur, qurmağa qurtuluyur. Bunu da qeyd edeyim ki, təbiətə gələndə ən vacib şərtlərdən biri odur ki, təbiətdə gördüyünüz füsunkar gözəllikləri olduğu kimi saxlamaq. Ona görə gedəndə heç bir zaman təbiətdə ay ağacı qırım, ay bunu eləyim, elə eləyim və yaxud da ki, çirkləndirim kimi bir məntiqlə yanaşmayın. Həmişə zibillərinizi də özünüzlə götürün, aparın evinizə. Həmişə qeyd edirik, bax, bu füsunkar təbiəti yenə hansısa uzunqulaqlar, uzunqulaq deməyə, bunların nə ad verək ki? Çünki uzunqulağın nə günahı var ki? Nəsə hansısa varlıqlar gəlib burada mənasız işlərini görüblər. Ona görə əgər bir təbiəti sevərək təbiətə gəlirsinizsə, yəni məncə təbiəti sevərək təbiətə gələn bir insan bunu eləməz. Bunlar sadəcə elə gəzim adına, nə bilim gedim onu bunu görüm adına gəzənlərdir. Deməli, bugünkü turumuz demək olar ki, yekunlaşmaq üzrədir və bizim tur bələdçimiz Yusuf bəy buradadır. Yusuf bəy, bizimlə bağlı fikirləriniz maraqlıdır. Hər şey super idi. Heç, yəni hamı normal şəkildə qalxdı, düşdü. Yəni çətinlik çəkmədi. Yol da yaxşı idi, yəni hava da yaxşı keçdi. Nature Discovery Azərbaycandakı turlar təşkil edir. Təbiət turları, eko turlar. Zirvələrə, dağlara, göllərə, şəlalələrə. Yəni bu tərs turlarla məşğuluq. Deməli, hal-hazırda biz Şabranın Zeyvə kəndindəyik, Yaşar dayının evindəyik. Sağ olsun bizə qapısını açıb. Biz burada çay içdik. Həqiqətən çox möhtəşəm mənzərəsi var. Bu bildiyiniz qədim o gözəl mənzərəsi olan kənd evlərindən biridir. Gördüyünüz kimi hava bu arada əvvəlkinə nəzərən çox soyuqdur. Təbii ki, bu biz üçün əngəldimi? Yox, möhtəşəmdir həqiqətən də. Çayımızı içəcəyik və şəhərə doğru yola düşəcəyik. Həqiqətən də çox möhtəşəm gün keçiririk. Sağ olsun bütün uşaqlar, tanımadığım hər kəslə çox səmimi, çox gülərüz bir ortam yaratdılar. Həmçinin biz də bu ortama az da olsa qoşulmağa çalışdıq. Və bu arada Natura Discovery Azərbaycan ailəsində bütün üzvlərinə təşəkkür edirik bizə bu gözəl şansı yaratdığına görə. Bu arada aşağıda da təbii ki yerləşdirəcəm. Siz də maraqlı olarsa belə turlara qoşula bilərsiniz. Ən böyük gölü mənim yaddaşıma həkk oldu və unutmayacağım bir gün keçirdim. Çox sağ olun əziz dostlar. Hər birinizi sevirəm.